Ağ elədin ha. Nəyə ağ elədim? Niyə cavab vermirsən? Öldürsəm, deyərəm öldürmüşəm. Hədi sən nə qorxacaq? Dayı. Peki sən cavab verəsən. İmran, bəsdir də, görmürsən dayının halını. Səhərə qədər xəstəxanada qalıb yazıq. Dedim sən qarışma. Necə qarışma? Niyə qarışmayayım? Cəhənnəm olsun Azad. İndi ona görə evdə söz-söhbət salacaqsan. Mən düzünü bilmək istəyirəm. İmran, bəsdir. Yaxşı. Ged axtar da. Gör hardadır sənin evə tamiz atan. Neyse. Mənim işlərim var. Hələ xəstəxanaya da dəyməliyəm. İmran, sonra danışarıq. Niyə sonra? İmran, görsən ki, xəstəxanaya gedir, halı yoxdur. Elmira da hələ xəstəxanadadır, yaxşı. Mama. Danışarıq. İmran, özünə gəl. Azada görə özünü heç kimdən pis eləmə. Söhbət mənim hansısa məhəllə uşağımdan getmir, ey baba. Atamdan gedir. Tan ölsün elə. Ölsün, qara xəbəri də dünəndən gəlsin. İnşallah. Çəkil, əl çəkmir, əl çəkmir. Gördün? Ananı da boş yerə səpəşdir. Bu iş yaxşı olmadı. Deyəsən hər şey üstü açılır axı, yavaş yavaş. Gülü, güzel sabahın koyuyor oğlum. Sabahın xeyir ana. Sabahın xeyir dostum. Can, dostu deyən dilinə qurban olaram. Sabahın xeyir. Necəsən? Yaxşı. Siz necəsiz? Şükür biz də yaxşıyıq. Sən yaxşı ol balam. Yaxşıyıq kızım, yaxşıyıq. Ana, Ay can kızım. nə olub? Nəsə rəngi xoşuma gəlmədi. Heç nə kızım. Biraz təzyiqim qalxmışdı ona. Düzəldi. Dəqiq. Hə dostunun gözü, narahat olma. Sən anhan bəs. Buralarda olmalıdır. Gələr indi. Əvvəl hirsliydim. Acığım gəlirdi onunla. Elə bilirdim sən belə olmağında odur günahkar. Hər dəfə görəndə acılıyırdım. Yazıq sana. Mən ona dedim qaçaq. Heç fikrində də yox idi. Elmira görürsən, kürəkəmiz haqqında yaxşı sözlər danış. Qızımızın acığına gəlir. Görürəm elə. Ana, dostu bəstimdə. Utandırırsınız məni. Tamam mən balam. Gülər necədir? Elə gördüyün kimi bala. Elə. Nə vaxt onu görə bilərəm? Gülüm. Özünə gəl ana qurban. Sonra. Yaxşı mı? Yaxşı. Səhər ata da gəlmişdi. Onun hala xoşuma gəlmədi. Evdə nəsə olub? Yox qızım. Hər şey yaxşıdır. Atangildə barışıb xəbərin olsun. Doğrudan. Hə. Nə oldu ana? Atam yalan deyirdi. Mən də onu deyirdim də elə. Biz deyəndə qulaq asmırdı. Sevinməli səni. Necə oldu barışdınız? Oteldə işləyən gözəlçən özü gəlib etiraf elədi ki, Ləman məni məcbur edirdi ki, belə deyim. Deməli, Ləmanın işləriymiş. Küfrü təmin. Gördün ona. Deyirdim də, mənim atam elə şey eləməz.
Nə bilim ey gülüm. Ürəyimə xal düşmüşdü. İndi şükür Allaha yaxşıdır. Ağrıların yoxdur qızım, hə? İndi yox, gecə var idi. Yata bilmirdim. İğnə vurdular həkimlər. Düzələcəksən, ona qurban olsun sənə, düzələcəksən. Narahat olma. Əlbəttə düzələcəksən. Bizim qızımız qoçaqdır. Maşallah. Ay mama qurban olum, bəsdir. Niyə incirsən sən? Yaxşı da Əmran, danışmaq istəmirəm heç nə. Qurban olum, mən də başa düşdüm. Mən də bilmək istəyirəm bax. Ay, nəyi bilmək istəyirsən axı sən? Həqiqəti. Baba yine mən bilirəm də, onlar nəyisə gizlədirlər. Bu adam özünü öldürürdü Moskvaya getməyi. Bu nə oldu? Birdən-birə getməyib ora. Hə? Cəhənnəmə getsin, yora getsin. Allah bir gedib başqasının yanına da eşitmədin arvad nə dedi? Dedi, yəqin başqası da var. Sən də laf mənə atam DiCaprio eləmsən, yox. İmran, qurban olum sənə, qutar ümumiyyətlə onun söhbətin. Mən istəmirəm onun haqqında danışmaq. Ona görə də babanla dayının aran dəysin istəmirəm. Yaxşı. Yaxşı. Nə olub Mətanət xalaya? Heç nə. Baba gündən atamı soruşdum, onda xətrimə də. Gərək yanında soruşmazdın ya. Nə bilim, mən beynim söndü, mən bilirəm kimin yanında nə danışıram. Əslində özü də nigarandır. Sadəcə boynuna almaq istəmir. Doğrudansa. Onun baxışlarından görmürsən. Prosta inciyibdi deyə bağışlaya bilmir. Elə sənin kimi. Aygül, hər şeyə görə çox sağ ol. Neynədin ki? Nə bilim, mən səninlə danışandan sonra o qədər rahatlaşıram belə. Atama qarşı nifrətim də azalır. Bax, buna sevindim. Bağışlamaq çox gözəl histir. Adam bağışlayanda ruhu da dincəlir, rahat olur. Niyə elə baxırsan? Baxıram da. Baxıram ki, qəşəngsən, şirinsən, ağıllısan. Yəni, mən başa düşmürəm ki, mən nə hansı yaxşı əməl eləmişəm, Allah sənə mənə qismət edin. Nə bilim, Allah. Hərdən sən baxanda inana bilmirəm. Ay günlərin, o ay günün arasında nə qədər fərq var. Mən də sənə baxanda inana bilmirəm. Əvvəlki İmranla, indiki İmran arasında xeyli fərq var. Ola bilər ki, bir-birimizi tərbiyələndirmişik. İndi hər nədir, o bizi qovuşduran qüvvə var. Ona o qədər təşəkkür edirəm. Heç peşman deyilsən? O işte o arada olur da. Hə, İmran? Tom, İmran deyən dilimi qurban olaram, hoş mənim. Səni yiyərəm, hoş. Bilmişsən də, çox bilmiş. Olsun da, işte çox bilməyim. Yaxşı da mənə qarşı yox da. Giyəcəm səni. Salamatçılıqdır. Nə olub belə təcili çağırmısan məni? Gərək sənə vacib bir işim düşüb. Mənim inandığım, güvəndiyim yeganə adam sənsin. Bu işi də səndən başqa heç kim eləyə bilməyəcək. Nə məsələdir? Məsələ odur ki, qaynatamdan qalan torpaq sahələri var. Onları icarəyə vermək istəyirəm. Sənədləri də gətirmişəm üstümlərlə. Heç narahat olma. Bir fermer var tanışım. İlo torpaq axtardı, onunla danışaram mən. Onda vaxt itirməyək də zəng elə ona gəlsin, məsələni həll edəyik. Torpaqlar kimin adınadır? Torpaqlar yoldaşımın adına idi. Sonra bir ara bir iş görmək istəyirdim, keçirdim öz adıma. İstəyirəm gələsən notariusa, sənə vəkalətnamə verim. Şəhət, nə məsələdir? Məni qorxuzursan, hayamın. Heç nədən qorxma, qardaş. Mənə sənin köməyin lazımdır. Kömək elə vəssalam. Heç nə, onda gedim mən vəsiqəmi götürüm. Fermerlə danışım, gələk biz notariusa gələk. Yaxşı, get. Tələs. Alo, sən necəsən? Günlər necədir? Yaxşıdır, narahat olmayın.
Zeynəb xala, Elmira xala da yanındadır. Lap yaxşı. Şəxsiyyət vəsiqənin üstündədir. Hə, Fikrət xanım, nə olub ki? Şəxsiyyət vəsiqəni də götür, gəl notariusa, səni gözləyəcəm orada. Notariusa, yaxşı, baş üstə. Nə oldu? Yaxşı qutardıq. İnan biraz da üstümə gəlsəydi, gizlədə bilməyəcəydim. Amma deməməliydi, Elmira. Mümkün olduğu qədər gizlətməliyik. Çox çətindir Zeynəb. Bilirəm, Elmira. Alo. Yukarıdasan. Elmira, biraz işlərim var. Sən özünü necə hiss edirsən? Yaxşıyam, narahat olma. Günlər necədir? Hə, yaxşıdır. Gülü də yaxşıdır. Sən üçün kart almışdım, işləyir o. Hə, nə olub ki? Alınsa bugün kartına pul oturacaq. Mənə xəbər eləyərsən. Yaxşı, deyərəm. Hələ oradasınız, evə getmirsiniz. Birazdan bəlkə getdik. Yaxşı, xəbərləşərik. Hələlik. Hələlik. Sağ ol. Nə deyir? Gündüzü qəribədir. Çoxdandır danışmırsınız, ona görə indi sənə elə gəlir ki, Fikrət qəribədir. Ay, Ola bilər. dur gedək çay içək də. Yaxşı olar. Gəl. Başın beynin açılsın. Fikrət əmi. Hə. Başa düşmədim mən bu otel məsələsini. Sənə çox sual vermə, çox da düşünmə. Bəs Gülnar soruşsa nə cavab verim? Başa düşdüm. Sənan, mən bir müddət buralarda olmayacağım. Otel artıq sənindir. Yəni sənlə qızımın gələcəyi üçün sərmayədir. Çox sağ ol Fikrət əmi, Allah razı olsun. Bir də mənə diqqətlə qulaq as. Məndən başqa sənə kim nə desə qulaq asma. Birdən atam gəlib desə ki, oteli sat, satmırsan, rədd edirsən. Elə birbaşa deyim ki, yəni satmıram. Hə, birbaşa deyirsən ki, satmıram. Vəssalam. Yaxşı, baş üstə Fikrət əmi, elə də deyərəm. Ay sağ ol. Əlindəki otellə qızımın müalicəsində, müayinəsində, gələcək həyatında, təhsilində təmin edə biləcəksən. Mən sənə arxayınam. Arxayın ola bilərsən Fikrət əmi. Mən həmişə çalışacağam ki, Gülnar xoşbəxt olsun. Sizə söz verirəm. Bilirəm. Sən bunu sübut eləmişsən. Elmiranı tək qoymayın oğlum. Ondan müğayət olun. Baş üstə Fikrət əmi, narahat olun. Nə olub Cavanşir? Görmürsən, hamısı baş qaldır üstüme. Hamısı kim? Fikret bir yandan, indi de İmran. İmran nə deyir? Atası düşüb yadına. İndiyənə kimi yada düşmürdü. Məni sual edir. Atasıdır da Cavanşir. Neyləsin? Haqqıdır. Daha o boyda kişi iğne değil ki ispat olsun. Nə oldu indiyənə kimi yada düşmürdü? Qadın gəldi yada düşdü də o qadın gəlməsəydi yada düşməyəcəkdi. Onu başladı soru-sual eləməyə, şübhələnməyə. Məndən niyə soruşur? Geçsin axtarsın da. Ay Cavanşir. Sən qorxundan axtarmırdı da. Sən deyirdin axtarma, zəng eləmə. Qorxudan da əlaqəni kəsmişdi.
Elə yaxşı eləmişdi. Xeyirsizin biri idi. Aygül, qızım, sən də İmranı başa sal. Qoy bu söhbəti unutsun. Başa salım, başa salım. Siz nə qədər inkar eləsəz də o onun atasıdır. Bundan nigarandır. Olmasın da, nigaran olmasın. Atası illərdən onu qoyub gedirdi. Bir dəfə zəng vurub maraqlanmırdı. Nə atalıq görüb ondan? Axı tək valideynlərdə yox, həm övladlarda da təmənnasız sevgi olur da. Bu da atasını təmənnasız sevir. Özü deyir bunu. Yox, özü demir. Amma mən hiss eləyə bilirəm bunu. Elə siz özünüz də. Nə özüm? Siz özünüz də ondan nigaransınız. Nə qədər incitsə də siz ondan xəbər almaq istəyirsiniz. Yox ay qızım, yox. Mənim nigarançılığım başqadır. Heç azad deyil. Heç. Düzdür onunla bağlıdır amma o deyil. Allah özü köməyimiz olsun. Amin. Gülüm. Ona qurban olsun sən. Ürəyin nəsə istəyir qızım. Yox ana, çox sağ ol. Onda biz arxayın gedək də. Arxayın ged, narahat olmayın məndən. Özünə yaxşı bax quzum. Onsuz da arxayın gedirik. Can Gülənim buradadır. Narahat olmayın, həkimlər nəzarət edir. Gedək görək evdə nə baş verir. Atam məni narahat edir qızım. Yaxşı ana, gedin. Onsuz da birazdan sənə gələcək. Siz narahat qalmayın məndən. Hə, gələcəksən am. Allah mehriban eləsin. Amin. Ana, Ay can qızım. atadan müğayət oldu, yaxşı. Çox qəribə idi. Narahat oldum ona görə. Sən də hiss elədin, eləmi qızım? Hə, halı yaxşı deyildi. Yorulub da adam. Çox yorulub. Əminəm mübarizə aparmaqdan, güclü qalmaqdan. Sonra da bu işlər neynəsin? Daş deyil, dəmir deyil. Eybi yox. Könlünü alaram, düzələr qızım. Əminəm. Yaxşı, siz gedin. Birazdan həkimlər gələr. Mən də müayinə edəcəklər. Yaxşı, biz gedirik quzu hələlik. Sağ olun. Nəsə istəsə xəbər elə, yaxşı ağlama qızım. Biz gedirik. Allah qurban olsun sən. Onların quzusu. Sağ ol, Allah qalmam. Mətanət xəsanədə nə xəbər? Heç nə elə bildiyin kimi. Gülnar Gülərdən xəbər tutdu. Yox, deməmişik. Heç qızlar da deməyib. Heç bilmirəm hətta necə deyək, yazıq ki, onların sonra necə olacağı bəlli deyil. Gülnara nə oldu ki, daha özünə gəldi də. Özünə gəldiyə şükür Allah, amma bilmirik də hələ bundan sonra yeriyə biləcək yoxsa yox. Günlər yeriməyə bilər, yəni. Yazıq qız. Geri gedim, mən də görüm onu. Ləman, xahiş edirəm, sən bizi tək burax da mən atamla söhbət eləməliyəm. Niyə elə burada elə də? Mən də bu ailənin üzvüyəm. O sənə elə gəlir Ləman, biz səni heç vaxt ailədən saymamışıq. Bu nə deməkdir? Hər gələn deyir, Ləman, ora get, bura get. Oyuncaq adam, mən Cavanşir. Siz başa düşmürsünüz ki, Cavanşir onsuz da hər şey gəlir, axırda mənə deyir. Mən hər şeydən xəbərdaram. Ləman, əsəblərimlə oynama, dur ged, atama sözüm var. Ləman, mübahisə eləmək, get, sonra danışarıq. Gedim də. Sonra danışmaya da bilərik. Nə olub, Mətanət?
Ata, mən düzünü denəndə Fikrətin başını nə bəlaya soxmusan sən? Necə yəni bəlaya soxmusan? Heç nə bəlaya? Nə danışdın? Azadı soruşuram da. Ona nə olub? Bayaq oğlun indi də sən. Azad. Mən nə bilim. Axtarırsan, get. Mənə niyə deyirsən? Ata, o ölmüş mənim heç vecimə də deyil. Cəhənnəm olsun. Məni Fikrət narahat eləyir. Mən başa düşmürəm. Fikrətlə Azadın nə əlaqəsi? Ata, nə əlaqəsi ola bilər, sən yaxşı bilirsən. Amma Fikrət özünü çox qəribə aparır. Mən ona görə çox nigaranam. Necə qəribə? Neyir ki? Nəsə planlayır ata, amma mən başa düşə bilmirəm, nə? Gələndə danışaram ondan. Görüm, nə olub ona. Bəlkə dünənkənə görə pis oldu. Uşaq məsələsinə görə. Biraz danladım onu. Ona görə belə görünür. Amma uşağın olmağı belə də pis deyil də. Vərisəmiz olur da. Nəyi pisdir? Deyirsən ona görə pis olur? Başqa nə ola bilər? Mən heç bir səbəb görmürəm. Nədir də bu, nədir də? Nəsə varsa niyə məndən gizlədirsən? Niyə demirsən mənə? Ehtiyatla gəl, qapını bağla. Ay, sağ ol. Tutub mənə. Xoş gəlmisiniz. Sən niyə bu soyuq havada dayanmısan həyətdə? Bibi, mənə indi soyuq zat təsir eləmir. Niyə, nə olub ki? Dayın gəlib. Yox, elə mən də onu gözləyirəm. Bibi, bu dayıya nə olub? Niyə belə bir kef gəzir? Bilmirəm ki, ay İmran. Bilmirəm nə olub. Nə bilmək, yenə nəsə bu özünə qapanıb, sirli gəzir, belə fikirlidir. Özünü istəyirsən çox qəribə aparır. Zəng elədi mənə, dedi ki, evdə olun, gələcəm, danışacağım sizinlə. Yaxşı, gəl. Səni soyuqda durmaq olmaz. Gəl, girək içəri, gələr, birazdan danışarsınız. İmran, sən də gəl evə. Soyuqda hava. Keçin, gələcəm də, gələcəm. Nəsə olubsa məndən niyə gizlədirsən? Nə oldu, hər şey sən mənimlə bölüşürdün. İndi nə oldu? Yox, həyatda, yox. Mən hiss edirəm ki, burada başqa nəsə söhbət var. Neçə gündür bu uşaq özündə deyil, görmürsən? Əvvəla, həmişə ki Fikrətdir. Dəyişən heç nə yoxdur. Mən hiss eləmirəm axı. Yox, ata, o qadının bura gəlişindən sonra Fikrətin halı dönüb. Bəlkə Azada görə narahat olub. Yox, bu narahatçılıq deyil. Bu məsələnin axırına çıxmaq lazımdadır. Mən Fikrətə görə çox narahatam. Bura bax, Fikrət uşaq deyil də. Sən ona ömrü boyu himayədarlıq edə bilmərsən. Ata, mən ona himayədarlıq eləmirəm. Sadəcə mən qardaşımı çox yaxşı tanıyıram. O mənim əlimdə böyüyüb. Mən ona baxanda bilirəm ki, nəsə çətinliyi var. Onun vəziyyəti heç yaxşı deyil bu dəqiqədə. Narahat olma. Fikrətdə də bir gün belə, bir gün elə. Ata, bəlkə gələndə otuzdurasan, bir sakit danışdırasan. Bəlkə ürəyi səni açar. Yaxşı. Gələndə çəkərəm bir qırağa, danışaram. Görüm nə məsələdir, sən deyən. Fikrətlə biz birbirimizi nasıl da çətin başa düşək. Yox, ata. Məncə sən özün istəmirsən. Əgər sən istəsən, onu otuzdurarsan, qulaq asmağı da məcbur eləyərsən.
Hardaydın sən? Fikrət əmi çağırmışdı. Niyə? İşimiz var idi. Nə işi? İşimiz var idi də, kişi işləridir. Hara getmişdiniz? Bu nə deyir, sorğudayam. Hə, sən sorğudasan. Oteldə idik. İşimiz vardı, amma heç kəsə demədən Fikrət əmi dedi ki, aramızda qalsın. İmrana deyəsən zəng çatmayıb, dedi gəl sən kömək elə. Sənə atamla aramın yaxşı olmağı məni sevindirdi. Elə məni də sevindirir, inanırsan. Bir həyəcanlı idim, məni görərdi. Mənə bir oğlum da dedi. Uçurdum az qala. Sənə demişdim də hər şey yaxşı olacaq. Yaxşı da, kövrə etmə demə. Onlar doğrudan işlər düzəlməyə başlayıb, hər şey yaxşı olacaq. İnşallah hər şey düzələcək. Ana yaxşı gəldin, gəl çıx da, bayaqdan səni gözləyirəm mən də. Nə olub bilmirəm. Necə nə olub, danışacaqdik da. Danışacağıq da. Tələsirsən. Dədə, danış da. Allah mənə elə gəlir ki, sən nəsə gizlədirsən. Mətanətlə baban hardadır? Evdə. Gedə evə Mətanətin yanında ol, gəlib danışacam sizinlə. Haydi, burada danış da, fərqi nədir? İndi işim var da İmran, səbrin olsun. Dedim də danışacağıq. Kort məsələsi nə daxıl? Fiko nə işlə məşğuldur, nə edir? Çatıram dedi, hələ də gəlib çıxmayıb. Allaha şükür. Harda qalıbsan? Gözümün kökü saraldı. Hardasan hep ayaqdan? Atandan qalan torpaqları icarəyə verdim. Nə yaxşı. Çoxdan istəyirdin, xeyirli olsun. Sən kartı yoxladın. Hə, yoxladım. Gəlib bu. Hə, bərəkətli olsun, gəlib. Hər ay o karta pul gələcək. İcarəçi hər ayın bu vaxtı pul köçürdəcək. Nə yaxşı köçürsün. Onda kartı verim də məndə qalmaz. Otur Elmira. O kart səndə qalsın. O pulların hamısı sənindir. Fiko, nə olub? Mən bir müddət olmayacam. O nə deməkdir, hara gedirsən? Hər şeyin vaxtı var Elmira. Biləcəksən. Başa düşmədim, bu nə deməkdir? Elmira, mənə qulaq as da. Yox Fiko, sən mənə qulaq as. Hara gedirsən, niyə gedirsən, nə olub axı? Elmira, bu kart səndə qalsın. Ora gələn pullar hamısı sənindir. Heç kimə də vermirsən kartı. Artıq sual vermə, xahiş edirəm. Məni dəli eləmək istəyirsən, başa düşmədim, bu nə deməkdir? Dedim ki, vaxtı var. Biləcəksən. Hər şeyi biləcəksən. Belə eləyirsən, axı mən Gülüyə nə deyəcəm?
hamısı mənə ittiham edir. Biri de demir ki, yok səhv elədik, bilmədik, deməzlər. Vaxtında ağızlarımda ağzımıca yığmadım ki, indi nə istədilər deyirlər. Gel oturaq, sənə sözüm var. Oturar da. Görəsən nə iddianı sürürsən mənə? Eşidirəm. Mən gedirəm ata. Hara geçsən? Təslim olmağa. Gedib hər şeyi etiraf edəcəm. Başın xarab olur. Dəli olmuşsan? Hı? Yox. Vicdanım mənə rahatlıq vermir. Nə olur olsun mənim ixtiyarım yox idi adam öldürməyə. Nə fikret. Nə aləm qatırsan bir-birinə. Boş-boş danışırsan. Vicdan. Boş-boş şeylerdi bunlar. Yox ata, mən daha belə bacarmıram. Gəldim ki, elə səndən vidalaşım. Mən cinayət eləmişim ata. Sen bunu ailen üçün eləmişsən. Bu cinayət deyil. Bu məni təmizə çıxartmır. Mən cinayət eləmişəm. Adam öldürmüşəm. Günahımı boynuma almaqla vicdanımı təmizləməliyəm. Cəzamı çəkməliyəm ata. Əgər kimisə qanuna təslim ediriksə, bunu özümüzə də şamil eləməliyik. Hamı qanun qarşısında bərabərdir. Yox. Bunu edə bilməzsən. Mən qərarımı vermişəm ata. Oğlum. Bala. Yalvarırım sana. Bunu hiç kim bilmir. Hiç bilmeyecek de bala. Elleme. Özüm ki bilirəm. Bəs eləməyim. Mənə çox deyirdin ki, mən sənə oxşayıram. Amma yox. Mən vicdanımı sustura bilmirəm. Ben necə olacağım? Ve sen beni fikirleşmiştin ha? Narahat olma. Nə əmmin ölümünün, nə də digər cinayətlərdən xəbərin olduğunu heç kim bilməyəcək. Hamısı məndə qalacaq. Oğlum. Bu koca yaşında beni tek koyup götürsün. Ha? Bağışla məni ata. Artıq keçdir. Bir də oteli verdim sən ona. Ondan işin olmasın. Özünə yaxşı bax. Eleme böyle. Valla. Kırma benim elime valla. Kırma benim elime.
Aymıram, qurban olum sənə. Gəl otur da, başım hərrəndi valla. Harda qaldı ya bu dayda? Sənə nə dedi ki? Heç nə dedi, qalxanavın yanında ol. Mən də gələcəm. Özü dedi, elə Aygül də orada olmasın. Ona görə qızı göndərdin aşağı. Ne eləyim deyim, çıx mətbəxə, bizim işimiz var. Bir tər göndərməliydim də. Gedib indi bir yanındadır, kömək edir. Görən nə deyəcək Fikrət, ay Allah, görən nə demək istəyir. Nə olub görən? Ürəyim partlayacaq, nə yarançılıqdan. Sən də ki, bir yandan məni qorxudursan. Mən şübhələnirəm. Mənə elə gəlir ki, bunlar Azada nəsə eləyiblər. Elə hiss edirəm. İnşallah elə olmaz. İnşallah elə olmaz. Vay Fikrət, harda qaldın? Gəl çıx da, bu dəqiqə ürəyim partlayacaq. Şükür Allah'a, gəl çıx da, ürəyimiz partladı burada. Mətiş. Sən bilirsən, mən səni nə qədər çox istəyirəm. Haqqını heç nə ilə ödəyə bilmərəm. Fikrət. Hər şeyi sənə görə elədim. Yeni olsa yeni eləyərəm. Peşman deyiləm. Amma artıq gizlədə bilmirəm. Azadı da, Kamalı da mən öldürmüşəm. İndi də gedirəm təslim olmağa. Niyə axı? Niyə axı? Niyə sən? Niyə elədin axı Fikrət? Axı mən səninlə danışdım. Demədin mənə, demədin. Fikrət.